Salam dəyərli müəllimlər, əziz abituriyentlər, mən Elnur Mehdli. Bugün sizlərə Əbdürrəhim bəy Haqverdiyevin Bomba əsərinin, hekayəsinin, novellasının məzmunu haqqında ən vacib məqamları çatdıracağam. Mütləq videonu sona qədər izləyirsiniz. Video izləməmişdən öncə sizlərdən bircə xahişimiz var ki, mütləq bizim YouTube kanalımıza abunə olursunuz, bəyənib, paylaşıb, rəy yazmağı da bizdən əsirgəmirsiniz. Həmçinin bizim tam ödənişsiz, həm Azərbaycan dili və ədəbiyyat fənni üzrə tam ödənişsiz WhatsApp qrupumuzdan faydalanmaq istəyirsinizsə, mütləq bu nömrənin WhatsApp-ına yazırsınız. 051 785 15 25. Bu nömrənin WhatsApp-ına yazın, biz lazım qrupa yönləndirək. Keçdik Əbdürrəhim bəy Haqverdiyevin Bomba əsərinin təhlilinə. Demək yoldaşlar, bomba əsəri qısa olmağına baxmayaraq, istər miqdə, sertifikasiyada, istərsə də abituriyentlərin blok imtahanında mütləq bununla bağlı suallar qarşınıza çıxır. Əsər qısa olduğu üçün dərin suallar düşür. Yəni qısa olmağına baxmayaraq siz buna adi bir əsər deyib keçməyin, mütləq diqqətli oxuyun. Çünki bununla bağlı mütləq və mütləq suallar sizin qarşınıza çıxacaq. Keçək əsərimizin təhlilinə. Gəldik. Deyir Qaradovoy Kərbəlayı Zal 25 ildən artıq idi polis idarəsində xidmət edirdi. Demək bu Kərbəlayı Zal düz 25 il idi ki, Sovet dövründə ruslara xidmət edirdi, polis idarəsində işləyirdi. Onun arvadı hərdən bir deyərdi. Yəni işləyirdi və arvadı hərdən bir deyərdi. Bax, bu arvadın dilindən deyilən nitqdir. Ay kişi, sənin saqqalına nə şaşqa yaraşır, nə də şapqa. Gəl sən bu Qaradovoydan əl çək. Bir balaca alış-verişə yapış, bir baqqal dükanı aç. Baxın yoldaşlar, burada onun həyat yoldaşı demir evdə işsiz oturur. Deyək ki, sadəcə olaraq polis idarəsində xidmətdən uzaqlaş, gəl bir balaca baqqal dükanı aç. Yəni artıq 25 ildə işləyirsən, yaşlaşmısan. Bundan sonra sənin saqqalına nə şaşqa yaraşır, nə şapqa yaraşır, yəni başa qoyulan papaq yaraşır. Sənə yaraşmır. Gəl bir baqqal dükanı aç, evdə otur və başla dükanda işləmə. Yəni qətiyyən işləmə, belə bir şey yoxdur. Çünki suallardan bəzən qarşımıza çıxır ki, onun işləməni qəti əleyhinidir, xeyr əleyhinə deyildi. Sadəcə olaraq deyir ki, polis idarəsindən çıx, gəl baqqal dükanında işlə. Kərbəlayı Zal cavab verirdi. Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni Qaradovoy eləsələr, 1000 il qulluqdan çıxmazsan. Bir də mən 25 ildən artıqdır ki, polis qulluqçusuyam. 1-2 ildən sonra pensiyaya çıxacaq, ondan sonra rahat əyləşib pensiyanı yeyərik. Demək bu deyir ki, bəli, sən hökumətin ləzzətini anlamırsan, xidmətdə işləmək çox gözəldir, dövlətə xidmət eləmək çox super bir şeydir. Sənin də qoysalar 1000 ildə olsa çıxmazsan. Bir usta mən 25 ildən artıq işləyirəm, bir sər pensiyaya çıxacağam, rahat pensiyamızı oturub yeyəcək. Yəni həm bu hökumətin ləzzətinə görə vəzifədə qalır, eyni zamanda pensiyasını fikirləşib qalırdı. Belə danışdıqda sonra arvad həmişə sakit olardı. Yəni arvad harca düşünərdi ki, kişi düz deyir də, çıxar pensiyasını yeyərik. Nə deyirəm kişi? Özümdür. Bu da və Kərbəlayı ovqatı təlx idi. Yəni belə deyir ki, yaxşı deyil. Dəftərxanada pristav çağırıb demişdi. Pristav bunların bölgüdə belə çağırıb demişdi. Kərbəlayı, səndən narazıyam. Sən köhnə dünya görmüş Qaradovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş Qaradovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır, həm ağasının üzünü ağ elə, həm də özünü. Amma sən indəcə bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, ya da qocalıb zay olubsan. Baxın, yollar deyir ki, dünən gələnlər bomba tapır, tüfəng tapır, patron tapır, sən isə bir sınıq balta da tapmayıbsan. İki hal var, ya sən zay olmuşsan, qocalmışsan, ya da rüşvət alıb adamı buraxırsan. Əgər belə geçsə, bizim bir yerdə qulluq eləməyimiz tutmaz. Yəni səni vəzifədən azad eləyəcəyim. Gəliş növbəti misrə. Bu sözdə bir ox olub Kərbəlayı Zalın bu tərəfində, o bu tərəfindən çıxdı. Axşam bir kef gəldi evə. Arvad soruşdu. Nə var? Dedi. Heç, biraz başım ağrır. Baxın yoldaşlar, burada Kərbəlayı Zal arvadından baş verən hadisələrdən heç nə danışmır. Ay pristav mənə belə dedi, elə dedi. Bu haqda Kərbəlayı Zal həyat yoldaşına bir kəlmə də olsun məlumat vermir. Sadəcə olaraq deyir ki, mənim başım ağrır. Arvad abgüs bişirir. Abgüs də bizim bildiyimiz belə deyək də çiftə bozbaş, belə deyək də bozbaş bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir iki tikə alır, iştahım yoxdur deyib yatmaq istədi. İştahım yoxdur deyib yatmaq. Çünki bir iki tikə alıb, az yer, yəni axıra qədər yemir. Nə qədər etdisə də gözünə yuxu gəlmədi. Axıra durub bir şan çay içib getdi Qaravula. Kərbəlayı Zal qanlı küçə ilə zavallı küçənin küncündə durub pristavın sözlərə fikir verdi. Baxın yoldaşlar, burada qanlı küçə, zavallı küçə, bunlar rəmzi mənadadır. Yəni qanlı küçəni də daim davadalaş salırlar, insanları əzirlər. Zavallı küçə, buradakı Azərbaycanlıları belə deyək də, Sovetin hakimiyyəti altında olanda zavallı olmağa məcbur edirlər. Bildin necə? Yəni itaatkarlığa məcbur edirlər və s. Burada bir rəmzilik var. Durub pristavın dediyi fikir edirdi. Gecə arasından xeyli keçmiş,
Kərbəlayi Zal gördü ki, Usta Feyzulla Nalbəndin qapısında bir kişi dayandı. Gedəndə bir at, atın üstündə bir çuval və çuvalın içərisində bir növ gediş ilə. At sahibi ilə ev sahibi, bax diqqətli olur oğa. At sahibi ilə, demək gələn at sahibi, bu atdan gələn Usta Feyzulla deyil ha, diqqətli olur. At sahibi ilə ev sahibi çuvallar atın üstündən ehmalcı alıb apardılar və. Yəni Usta Feyzulla ilə gələn o at sahibi, ev sahibi Usta Feyzulla da axı. Gələn at sahibi çuvalları götürüb atın üstündən ehmalcı alıb apardılar və sonra atı içərisə gəlib qapıya bağladılar. Kərbəlayi Zal keyfiyyətli görüb öz-özünə dedi, bu keyfiyyət görüb. Daha baxdım ulcu parladı. Yəni nəsə tapmışam. Cidden bu vaxtına gələn şey xətalı bir şey olar. O saat fit saldım. Yaxındakı Qaradov Patap gəldi. Bax yoldaşlar, ən azı bunun 3-ünü 4-ünü yadda saxlayın. Demək bir Kərbəlayi Zal birinci Patapı çağırır. Bax birinci Patap gəldi. Demək Kərbəlayi Zal. Kərbəlayi Zaldan sonra oxşarız gedir nə? Patap. Bax diqqətli oluruq ki, növbəti demək Patap gəldi. Patapdan sonra kim gələcək? Patap, vot Patap bomba Rabatay, gide Dom Feyzulla bomba Pirneson. Patap İvan'a xəbər verdi. Patapdan sonra İvan gəlir. Bax diqqətli, Patapdan sonra İvan gəlir. İvan xəbəri. İvan Oqlodesiniyə, Oqlodesinin Pristava, Pristav Qalabəyinə, Qalabəy yandarm rəisinə, yarım saat sonra Usta Feyzullanın evi Qazak soldat Qaradova bürüdü. Demək birinci Kərbəlayi Zal, ondan sonra Patap gəlir. Patapdan sonra İvan olur. İvan sonra Oqlodesiniyə, elə Olqa yazdım biləcəksiniz. Oqlodesiniyə xəbər verir. Oqlodesiniyə Pristava xəbər verir. Bax yadda saxlayır. Pristav xəbəri. Pristav Qalabəyinə, Qalabəy jandarmlar xəbər verir. Yarım saat ərzində Feyzullanın qapısı Kazak soldat Qaradovalar dolur. Qapını döydülər. Usta Feyzullah çıxdı, xəbər aldı. Kimsən? Dedilər. Qapını aç. Qapını açan kimi binavanın dili tutuldu qorxudan. Birdən soruşdu ki, bəs nə buyurmusunuz? Dedilər. Danışma. Gərək sənin evinə baxın, dedilər ifadəsi var ha. Danışma. Gərək sənin evin axtarırsın. Bu ifadə Kərbəlayi Zalın dilindən deyil ha. Orada olan hər bir kəsin ümumi dilindən də dedilər. Bəzən bu ifadəni götürüb Kərbəlayi Zalın dilindən deyir. Xeyr, yəni belə bir məlumat yoxdur. Dedilər, danışma, gərək sənin evini axtarasın. Gecəsi Feyzullahın arvadının uşaqlarının ürək qopmaya azarına salıb evin altını çevirdilər. Heç də tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər ki, orada 2 çuval qoyulub, kisə belə deyək də. Kərbəlayi Zal çuvalları görən tək qışqırdı. Barin, vot bomba, vot bomba. Cəmaət çuvalları ahat etdi, amma yaxın getməyə heç kəs cürət etmədi. Deyirdilər, indi asılar hamını qıram. Yazın Feyzullah da qolları bağlı bir kənarda saxlamışlar. Feyzullah evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi. Ayağalar, o çuvalları nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar. O çuvalların içindəki bir çıxarım sizə göstərim. Demək, burada biz görürük ki, Usta Feyzullahın qolları bağlı idi. Ürəkləndi ki, bunun evində tapmadılar və deyək, icazə verin, açın, içindən sizə göstərim. Feyzullahın qollarını açdılar. Gəlib çuvalın ağzını açıb içindən 5 dənə qarpız çıxartdı. O bir çuvaldan da qarpızdan başqa bir şey yox idi. Kərbəlayi Zalı səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər. O dövrdə yerli məmurları belə deyək də satqınçılığa, yaltaqlığa sürükləyirdilər, məcbur eləyirdilər. Gələk əsərin dibə təhlilən. Əsər epik növdə təbii ki, hekayə yanrındadır. Hadisələr təhkiyyə, danışıq əsasında canlandırılıb. Əsərin baş qəhrəmanı Rus hakimiyyətə xidmət edən yerlilərin içərisindən yadelli ağaların sədaqətli olduqlarını sübut etmək üçün dərdən qabıqdan çıxan nökər təbiətli Kərbəlayi Zaldır. Bax, diqqətli olur ha. Nökər təbiətli Kərbəlayi Zaldır. O dərdən qabıqdan çıxırdı ki, Ruslara xidmətində öz sədaqətini göstərsin. Kərbəlayi 25 ildir ki, Qaradovu vəzifəsindən çalışır. O dünya görüşünə görə məhdud düşüncəli insandır. Əsər Zalla arvadın dialoqu ilə başlayır. Arvadın qulluqdan uzaqlaşıb baqqal dükana açmağı məsləhət görsə də, Kərbəlayi Zal dövlət qulluğunun önəmini maaşı bəhanə edərək arvadına qarşı çıxır. Kərbəlayi Zalın əvvəldən Usta Feyzullah ilə heç bir ədavəti yox idi. Yəni, əvvəldən Feyzullah bir ədavəti vardı, ona görə şərləmək istəyir. Belə bir şey yox idi. Yəni, Kərbəlayi Zal olsun, kim olur olsun, adam axtarır ki, bir cənginə bir adam keçsin, biraz pristavın gözünə girsin. Xalqına fayda vermək üçün dövlət qulluğunda işləri fikri yanlışdır. Yalnız öz mənafini, öz qarnını güdürdü, xalqın maraqlanmırdı xalqına. Pristav Kərbəlayi Zalın yarası olduğunu, Rusiyadan gələn təzə işçinin bomba, tüfən, patron tapdığını deyir. Pristavın Kərbəlayi Zala görünür sən ya rüşvət alırsan, yəni ki, qocalı zay olubsan deməsi, Rus hakimiyyətinin, işğalçı siyasətinin göstəricisi idi. Ömrü boyu dövləti qulluq edən yerli insanlara qocalanda şərlənərək işdən çıxarılırdı. Bax, diqqətli oluruq ha. 20 il, 25 il qulluq edirsən, şərləyib işdən çıxardılar ki, sənə pensiya verməsinlər. Bax, bu cür siyasət yürüdürdü Sovet hökuməti.
Avamlığı fərasətsizliyi ilə diqqətə çəkən Kərbəlayi Zal qulluqdan qovulmaq təhlükəsi üzləşəndə Usta Feyzullanın evinə gətirdiyi qarpızların bomba bilə yuxarılara xəbər verir. Pristavın Kərbəlayi Zala dediyi o sözlər o arvada demir, dediyim kimi, sadəcə deyir ki, başım ağrıyır, bir-iki tikə yemək verir, yeyib yatıram. Əsərdə işlənən qanlı küsə, zavalı küsə adlara gizli məna kəsb edir təbii ki. Kərbəlayi Zal bomba təhlükəsini ilk olaraq Pataba deyir, Patap İvana deyir. Və birinci demək kim gəlir? Kərbəlayi Zal Pataba deyir, Patap İvana deyir, İvan Oqlodosniyə deyir, Oqlodosniyə sonra digərlərinə deyir. Bax, burada bir-bir var deyir. Demək, Kərbəlayi Zal Pataba, Patap İvana, İvan Oqlodosniyə, Oqlodosniyə Pristava, Pristav Qalabəyinə, Qalabəy jandarma demək xəbəri. Ən azından 3-ün 4-ünü burada yadda saxlamalısınız, çünki düşə bilər. Hadisənin əsl mahiyyəti aydın olduğu halda Kərbəlayi Zal gülünc vəziyyətə düşür və işdən qovulur. Əsərin yüksək vəzifə ilə ruslara məxsus olduğunu görmək mümkündür. Bu da rusların müstəmləkə siyasəti, yerli əhaliyə inamsızlığından irəli gəlir təbii ki. Rus hakim dairələrə milli ucqarla baş verən ən kiçik hadisələr belə diqqət izlər, azadlıq və müstəqilliklə bağlı fikirlərin qarşısını amansızlıqla alırdı. Mövcud hakimiyyət insanları idarə etmək, itaətdə saxlamaq üçün hər cür vasitə əl atır, onlara daim qorxu, vahimə altında yaşamalarına çalışırdı. Qulluğa götürülən adamlar isə qulluqçu, çuğulçu, xəbərçi olmağa təhrik edilirdilər. Kərbəlayi Zal da məhz elə bir şəxsiyyətlərdən idi. Əgər şəxsiyyət demək olarsa, əsəri maraqlı edən cəhətlərdən biri də onun gözləmə sonuyla bitməsidir. Belə əsər novella adlanır təbii ki. Qurbanəli bəydir, eyni zamanda Cənubi Quzada Qurbanəli bəydir. Burada bomba əsər, bax bunlar novelladır, çünki gözlənmə sonuyla bitir. Bomba əsəri novella yanrında yazılıb. Əsərin süjet xətti var. Təbii ki, epik süjet xətti var. Ekspozisiya, giriş, Kərbəlayi Zalın arvadı ilə söhbəti, Zaviyaska, düyün, Pristavın Kərbəlayi Zaldan narazı etməsi, Kulminasiya Usta Feyzullanın evində bombası axtarışı, Razviyaska Usta Feyzullanın çuvalın ağzını açaraq içindən qarpız çıxarması, final Kərbəlayi Zalın işdən qovulması. Belə dəyərli yoldaşlar, vacib olan məqamları diqqətinizi çatdırdım. İnşallah növbəti bir video zata sizlərdən görüşəcək. Diqqətinizə görə təşəkkür edirəm.